Bütün mənzillərdən tullantı pulu adı ilə vəsait toplanır. Bu vəsaitin hara xərclənməsi isə sakinlər arasında daim müzakirə mövzusu olub. Paytaxt sakinlərinin sözlərinə görə bu vəsaiti mənzil istismar sahəsinin işçiləri əsasən ildə bir dəfə toplayırlar. Adama 1 manat daha. Hər ay? Hər ayda 3 manat verirəm. Mən Şəmkirdə yaşayıram, adama 1 manat. Bizim evdə 3 nəfər. Hər ay 3 manat ödəyirsiniz. Bəli. Paytaxt sakinləri arasında apardığımız sorğudan belə aydın oldu ki, tullantı üçün yığılan vəsait fərdi tikili ilə çox mərtəbəli binalarda fərqlidir. Hətta bəzi sakinlər bunun komendant pulunun tərkibində olduğunu da düşünür. Biz illik veririk. Məsələn 30 manat, 40 manat belə çıxır. Ayrıca olaraq zibil pulu deyilən bir anlayış yoxdur. Yəni kommunal xərclər altında. Yəni orada bir qayda olaraq yeni tikilmiş binalarda onların deməli kvadrat metrinə görə müəyyən olunur ki, 50 qəpik. 22 qəpik olmalıdır. 100 neçə kvadratdır, 25 manat pul veririk. Onun içərisindədir də hamısı bir yerdə olur. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi bildirib ki, tullantı pulunun miqdarı əraziyə görə dəyişir. Bəzi bölgələrdə adam başına 30-50 qəpikdir. Bakıda da fərdi evlərlə binalardakı mənzillərdə rüsum fərqi var. Mənzildə qeydiyyatda olan vətəndaşlar haqqında mənzil istismar sahələrində ümumi məlumat var. Sadə dildə desək, 100 kvadratlıq mənzil ayda 2 manat rüsum ödəməlidir və bu da illik vuranda 24 manat vəsait edir. Ancaq fərdi yaşayış evlərində də yenə vətəndaşlar qeydiyyatda olduğu vətəndaşlar sayına görə hər bir vətəndaş 1 manat ödəyir. Nizami Mayılovun sözlərinə görə tullantı üçün yığılan vəsait küçələri süpürən işçilərin maaşına, xərclərin qarşılanması, tullantıların toplanması və ötürülməsinə hesablanıb. Ödənişi isə həm qurumun özündə, həm də hesab nömrəsi ilə bankda həyata keçirmək mümkündür. MTK-ların binalarında isə digər xidmətlər də göstərildiyi üçün orada məbləğ daha çoxdur, lakin həmin mənzillərin sahibləri də komendant pulundan əlavə yaşayış sahəsindən istifadəyə görə hər kvadrat metrə 2 qəpik rüsum ödəyirlər. Minaya Zaman, Əli Ələkbərov, Xəzər xəbər.